Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Məni soruşsanız, mən də şükür yaxşıyam. Bu günləri qızlar ancaq mətbəxdə olmuşam və dedim ki, mətbəxə keçmişkən, bu işləri özüm görmüşkən, mən yeməkləri hazırlayıramsa, qoy elə bir vlog başladım. Həm də istəyirəm ki, bu aralar 2 gündən bir, 3 gündən bir də olsa vlog atım kanala, kanal boş qalmasın. İnşallah ki də bacararam bunu. Dedim bu vlogu montajlayım, yüklüyüm. Ondan sonra başqa bir vlog çəkərəm sizlər üçün. Çünki artıq gündəlik həyatımızda nə baş versə çalışıram onları çəkim. Bugün qızlar artıq bilirsiniz ki, bizdə çox zaman qaynanam bişirir yeməkləri. Çox zaman o mətbəxdə olur. Amma bu aralar başı qarışıq olduğu üçün inşallah ki qızımız sağ-salamat gəlsin. Nənənin başı qarışıq olduğu üçün bu günləri ancaq elə bu aralar özüm hazırlayacağım yeməkləri. Hər zaman görmüsünüz ki, qaynanam hazırlayıb. Ona görə elə bilirsiniz ki, əlimdən heç nə gəlmir. Valla hər şeydə bacarıram. Tərif kimi çıxmasın təbii ki. Bu gün də fikirləşdim nə bişirim. Dedim elə yoldaşım sevdiyi üçün səbzi plov hazırlayacağım. Çünki bizdə məsəl üçün çalışıram ki, onun sevdiyi yeməklər nədirsə, onun yəni necə deyim, istədiyi yeməklər nədirsə onu bişirim. Çünki hələm heç nə yemir, hələm hər şeyə mız qoyur. Ona mız, buna mız, ona görə o nə istəyirsə, nə sevirsə çalışıram ki, onları da hazırlayım onun üçün ki, o da yesin. Ona görə qızlar səbzi plov hazırladım. Sözün açığı ilk dəfədir yəni bu yeməyi bişirirdim. Heç zaman bişirməmişəm. Qaynanamdan həmişə baxmışam, yəni görmüşəm necə bişirib. Az-çox bilirəm, məlumatım var. Həm də belə YouTube-dan da baxdım. Nə yalan deyib ki, özüm eləmişəm, yox. İlk dəfə etdiyim üçün bizdə məsəl üçün Qarabağlarda bu yemək yoxdur. Mən bunu gəlib qaynanamgildə görmüşəm. Mən məsəl üçün biz tərəfdə belə bir şey bişirdiyimi görməmişəm. Nə yalan deyim. Qızlar, soğanı xırda-xırda doğrayıram. Təbii ki, orada gördüyüm kimi. İstəsəz YouTube-da yəni hər şey var, Allaha şükür. İndi mən öz yanımdan bir resept vermədiyim üçün istəmirəm burada resepti xırdalığına gedim. Çünki artıq hər şey YouTube-da var. Hər kəs YouTube-dan baxır, bişirir. Mən də onlardan biri. Nəysə qızlar, hava da bu aralar o qədər soyuqdur ki, inanırsınız dünənləri bu, yəni vlog çəkilən günü mən necə üşürdüm, necə soyuq idi. Amma mətbəx qızmırdı da qızlar. Təsəvvür edin ki, ev qızmırdı. Yəni o qədər soyuq idi ki. Elə bil ki, qış təzədən gəlib də, yəni o dərəcədə. Leysan yağış, külək, düz deyək, şükür, nur yağır. Əlbəttə ki, şükür yağdırana. Biz heç nə, yəni nə çarəyik ki. Sadəcə olaraq əməlli başlı aprelin ortasında qışı yaşadıq. Yəni ki, soyuqdur havalar qızlar, hədsiz dərəcədə. Ona görə özünüzü qoruyun, soyuğa verməyin. Burada da aşı dəmləyirəm. Daha doğrusu qaynadım, suyu qaynatdım. Sonra duzunu əlavə etdim. Amma duzunu həmişəki kimi mən biraz az əlavə eləmişəm. Bilmirəm nədir qızlar bu. Sizdə də belədir, ya məndə belədir. Mən duzu normalda həmişə duz səpəndə əlim əsir. Yəni ehtiyat edirəm ki, duz da olar birdən. Ona görə çox vaxt biraz duzsuz olur. Düzdür, çox deyildi, amma yəni duzsuzluğu var idi biraz. Amma yoldaşım duz səpdi. Deyir ki, duz səpəndən sonra düzəldi. Yox, yaxşıdır. Əsas odur ki, bəyəndi. İlk dəfəyə, yəni yaxşıdır. Deyir ki, bu qız bişirir də, bu işi bilir. Deyirəm, çox sağ ol. Həqiqətən, yəni motivasiya oldu mənim üçün. Motivasiya verici şeylər olanda sevinirəm. Çünki düzdür, tərifi sevmirəm. Nə yalan deyim ki, tərifi sevirəm. Hamı otursun mənim bütün gün tərifləsin. Yox. Təbii ki, lazım olan yerdə mənə də xoş söz deyiləndə mən də hər kəs kimi sevinirəm. Qızlar, sonra soğança ilə belə mən əslində ətlə də edirlər. Yəni bunu əslində ətlə edirlər. Sadəcə olaraq bizdə ət o dərəcədə yeyilmədiyi, sevilmədiyi üçün mən toyuqla daha çox istifadə edirəm. Məsələn, yoldaşım mənim hələm əti yemir, çox xoşlamır. Mən özüm məsələn xoşlayıram, nə yalan deyim ki, yox sevmirəm, yox xeyr. Yəni rayonlular bilirsiniz ki, ət, yəni onlar istifadə edirlər. Düzdür, Bakılılar da istifadə edir, əstəğfurullah, yəni şəhər adamlarıdır. Sadəcə olaraq, yəni məsəl üçün mənim yoldaşım çox xoşlamır ət yeməyi. O ancaq toyuq olsun. Məsələn, heç toyuğu da o dərəcədə inarsız sevmir. Üzr istəyirəm. Yəni toyuğu da o dərəcədə xoşlamır ki, deyim ki, toyuqla da arası yaxşıdır, yox. Amma yəni ki, yenə də heç olmasa toyuğu ətdən yaxşıdır, biraz da olsa yeyir.
Qızlar belə, sonra göyərtiləri də qatdım, belə qarışdırdım. Göyərtilər də soğandı. Soğan, keşniş, şüyüd, bir də ki, biz ıspanaq deyirik. Bilmirəm siz nə deyirsiniz, kim nə deyir. Amma biz ıspanaq dediyimiz üçün mən ıspanaq deyəcəm. Hamısını bir yerdə doğradım. Çox xırda olmayaq şəkildə təbii ki. Sonra isə qatışdırdım hamısını bir yerdə, öz suyuna bişdi. Xodunu vamxodda qoyursunuz təbii ki də, ütməsin yeməyi. Həm də ki, yemək, məncə düşünürəm ki, yemək vamxodda daha yaxşı olur. Belə qızlar, artıq hazırdır gördüyünüz kimi. Bu arada göz haqqınızı da halal edin. Allah hər kəsin süfrəsini, ruzisini bol eləsin. Qazanını qaynar eləsin. Heç kimin qazanı boş qalmasın. Həqiqətən də Allah heç kimi yeməklə sınaq etməsin. Burada da qızlar, mənim yoldaşım inanırsınız ki, şirniyyat olmadısa bu evdə yəni nə çay içmir, nə normal. Məsələn, şirniyyat olanda səhərlər durur, yeyir. Amma şirniyyat olmadısa səhərlər yeməyi o dərəcədə yemir. Ona görə mən də dedim ki, yox da, yəni yesin, ac qalmasın, gedir, ac qarnına yəni getsə artıq istər-istəməz, sonra başı ağrıyır, başqa şeylər olur. Ona görə onu düşündüyüm üçün mən hər daima çalışıram ki, şirniyyat biraz yəni məsələn nəsə bir şey də olsa bişirim, stolun üzərində olsun ki, o durub səhərlə gedəndə məsələn yeyə bilsin onu. Ona görə qızlar, açma resepti eləyəcəm. Açma nədir? Türklərin təbii ki bildiyiniz açma. Biz türklər poğaça deyirlər, biz bilmirəm nə deyirik. Nəsə mən bir sözünə açma deyəcəm. Onu hazırladım. Onu da YouTube-dan götürmüşdüm. Türklərin səhifəsindən təbii ki, Azərbaycanlılarda belə bir şey yoxdur. Onlar yəni resepti onlarlıqdır da, onlar bişirirlər deyə. Mən də dedim ki, qoy elə onu eləyim. Çünki bir dəfə də eləmişdim. Çox yaxşı çıxmışdı. Həm də yoldaşım da bəyənmişdi. Reseptini qızlar ya yorumlarda ya da ki təsvir bölməsində yerləşdirəcəm. İstəsəz keçid alıb oradan baxa bilərsiniz. Və qızlar, bu günləri düşündüm ki, bir mövzu haqqında danışmaq lazımdır. Mən bir belə boş səhifənin nəyinə musiqi istəmirsiniz, bəyənmirsiniz, deyirsiniz musiqi qoşma. Mən də deyirəm, nə danışım. Hər dəfə özümə bir mövzu tapıram, kontent tapıram ki, nəsə bir şeydən danışım. Bugün isə istəyirəm ki, yəni öz məsəl üçün ürəyimdən keçir ki, biraz ailədən danışım. Məsəl üçün ailədə yoldaş xanım münasibəti necə olmalıdır? Yəni necə münasibətlər olmalıdır? Təbii ki, bilirsiniz, ilk öncə belə deyək ki, təbii ki, hər kəs sevərək ailə qurur. Hər kəs yəni ailəsini sevdiyi üçün, sevərək. Elə ailələr var ki, məsəl üçün razılıqlı şəkildə, görücü sulu ilə, elə ailələr var ki, sevərək qurulur. Amma təbii ki, sevgililik müddətində, nişanlılıq müddətində, tanışlıq müddətində hər şey əla olur. Hər şey yəni öz yerində, axarında gedir. Amma istər-istəməz ailə qurduqdan sonra, bir evin içinə düşdükdən sonra onun xasiyyətlərini daha da anlayırsan, daha da başa düşürsən, daha da görürsən ki, məsəl üçün başqa xasiyyətləri var, başqa bir xasiyyətlər çıxır ortaya. O da istər-istəməz söz-söhbətlər yaradır sonradan. Ona görə, yəni müxtəlifdir ailələrin baxımı. Sadəcə olaraq belə deyim, qadınla kişi münasibəti necə olmalı? Düşünürəm ki, hər zaman kişi qadına hörmət eləməlidir. Bu istər fərqi yoxdur, yaşlı olsun, istər cavan olsun. Çünki adı üstündə qadın. Qadın incə zərif məxluqdur. Biz də təbii ki, bunu belə əvvəldən eşitmişik. Ona görə qadına hər zaman hörmət edilməli, dəyər verilməlidir. Çünki yəni ki, elə qadınlar var ki, məsələn, hər söz eşidir, hər zülmə, əziyyətə dözür. Çox adam deyir ki, məsəl üçün, məcburiyyətdən dözür və yaxud da nə edir. Yox, valla, elə qadınlar var ki, ailəsinə, uşağının xətrinə dözür. Elə qadınlar var ki, məsəl üçün, el qınağından qorxur. Elə qadın var ki, özü üçün istəmir, məsələn, sevdiyi üçün ailəsini istəmir ki, atıb getsin. Amma kişilər, məsəl üçün, bunları fikirləşmirlər heç vaxt. Kişilərdə bir xasiyyət var ki, bitdisə bitdi, vəsiyo. Boşan, çıx get atavın evinə. Bu söz nə dərəcə doğrudur deyə düşünürəm. Xeyr, doğru deyil təbii ki. Yəni, necə yəni, sən ailə qurursan, bir söhbət olan kimi get atavın evinə. O düzgün bir ifadə deyil təbii ki. Heç bir, yəni, qadın da bu sözü istəməz təbii ki. Bu nə deməkdir? Sən hər dəqiqə məndən dava et, sonra denən ki, get atavın evinə. Bu düzgün bir şey deyil. Ona görə
İndiki zamanda təbii ki, qadın haqları çox tapdan alınır. Çox, yəni dünyada belədir də, yəni ki, qadınlar ümumiyyətcə əziyyət çəkən hər zaman qadınlar olur. Ayrılanda da, evli olanda da, boşananda da hər zaman yazıq qadınlara olan olur. Bir dəfə görmüsünüz ki, desinlər ki, filan kişi boşandı, filan şey oldu. Xeyr, hər zaman qadın deyirlər. Bir qonşuda filan kəs boşansın, deyəcəklər ki, filan kəsin qızı boşandı, filan kəsin gəlini boşandı. Hər zaman qız, qadın öndədir də, yəni. Bu da bilirsiniz insanlarımızın psixologiyasından irəli gəlir. Yəni niyə məhz qadın yada düşməlidir ilk öncə? Yəni boşandınsa o deməkdir ki, qadın mı pisdir? Boşandısa o deməkdir qadın mı başqa yolun sahibidir, başqa yola düşüb, başqa bir şey səhv eləyib? Bu kişi də günah ola bilməzdi. Kişi günah eləyə bilməz, kişi səhv edə bilməz. Ancaq qadınlar bu düzgün bir şey deyil. Hər şeydə atmaq olmaz qadınların üzərinə. Təbii ki, qadın da səhv ola bilər. Demirəm ki, qadınlar bir nömrədir. Xeyr, təbii ki, elə qadınlarımız var ki, indiki zamanda Azərbaycan qadınları adlarını batırırlar. Yəni normal yolda deyillər, normal evli kişidən uşaq dünyaya gətirən kim, evli kişilərlə, üzr istəyirəm ifadəmə görə, yol quran kim, ailə həyatı quran kim və yaxud da qıraqda yaşayan kim. Yəni belə qadınlar da çoxdur. Mən onlara heç qadın adı vermək istəmirəm. Yəni belə insanlar da çoxdur. Amma elə xanımlarımız da var ki, ailəsinə sadiqdirlər, uşaqlarını saxlayırlar, övladlarına baxırlar, evdə onlar üçün hər şəraiti qururlar, necə deyim, nəsə edirlər ki, övladları xoşbəxt olsun. Allah hamını xoşbəxt eləsin, amma yenə deyirəm, qadın olmaq çox çətin yəni çox çətin bir işdir də, hədsiz dərəcədə. Təsəvvür edin ki, heç zaman qadınların öz evi olmur. Böyüyür ata evində, uşaq olur ata evində, böyüyür, sonra orada da qonaq kimi oradan da çıxır. Sonra gəlir həyat yoldaşının evinə, həyat yoldaşının evində də yaşayır, zamanı keçir, ömrü günü gedir, qocalır. Sonra isə ya oğul evi olur, ya qız evi olur. Axır yəni qadının heç zaman öz evi olmur ki, hər zaman qadınlar cəfakeş olurlar, əziyyət çəkən olurlar. Onların hər zaman yəni bu dünyada qonaqdırlar da bir sözlə. Ona görə deyirik ki, kişilər qadınlarınızın qəlbini qırmayın, qadınlarınıza sadiq olun. Bunu hər zaman bizim din xadimləri də deyir. Hər zaman insanlar, Quranda da belə yazılıb ki, qadınları qorumaq lazımdır. Yəni ki, qadın həmişə əziyyət çəkən olur. Biz, bilirsiniz, təsəvvür edin ki, yoldaşlar məsəl üçün çıxır bayıra, bir dənə işin arxasıca gedirlər. Onlar bir iş üçün çalışırlar. Amma qadınlarımız var ki, evdə həm evi yığışdır, həm yuxudan ayrılırlar, özlərinə zaman ayırır. Düzdür, zaman ayıranı da var, ayırmayanı da var. Amma hər zaman onlar cəfakeş olurlar da. Yəni hər zaman iş gör, güc gör. Səhər dururlar yuxudan, yoldaşını işə yola sal, uşağını bağçaya yola salan kim, məktəbə yola salan kim və yaxud da körpəsi olanlar kim. Dururlar yuxudan, yuxulu, hər zaman əziyyət, hər zaman qadın, nə bilim, bu həyatda əziyyət çəkərək yaşayırlar da bir sözlə. Dururlar səhər yuxudan, evin işini gör, uşağı yatızdır, o körpəsi uşağı olanlar, düzdür, mən hələ məsəl üçün onları yaşamamışam, amma yəni ətrafımda görürəm ki, var da nə qədər ətrafımda insanlar ki, körpəsindən əziyyət çəkən xanımlarımız da var. Yəni bunlar əziyyət çəkərək bunları edirlər. Amma kişi məsəl üçün gedir bir işlə məşğul olur, bir işin üzərində yorulur. Amma qadın görün neçə yerə ayrılır, neçə yerə qaçır, neçə yerə idarə eləyir. Həm mətbəxi, həm qonaq otağın, həm qonağı, hələ bunun qonaq gəlməyini demirəm, məsəl üçün qonaq qarşılamağını demirəm. Yəni çətindir. Bizim işimiz həqiqətən çox çətindir. Bəzən oturub düşünəndə qadınların işi hamıdan çətindir. Sən neçə yerə ayrılırsan, hələ işləyən xanımlarımızı demirəm, nə qədər işləyən, o qədər qeyrətli, namuslu xanımlarımız var ki, gedirlər işə, əziyyət çəkirlər, səhər tezdən çıxırlar, gəlirlər işdən sonra da evdə onu gör, bunu gör, o işi et, bu işi et. Yəni ki, çətindir qızlar. Burada da qızlar, deyirəm, toyuq kotleti. Mən yoldaşım məsəl üçün günorta yeməyə tez gəldiyi üçün çalışıram ki, yeməyi qabaqcadan tez hazır edeyim. Elə vaxt olur ki, məsəl üçün deyirəm ki, günorta bişirərəm də, amma sonra görürəm, yox, çatdıra bilmirəm. Elə vaxtı gəlib, elə momenti gəlir ki, onun yəni bəlli deyil də gəlməyi. 1-də də gələ bilir, 12-də də gələ bilir, 1-in yarısı da gələ bilir, 2-yə qalmış da gələ bilir. Yəni ona görə günortanı tutuzdura bilmirəm. Ona görə qızlar, dedim ki, elə polfabrikat kimi toyuq kotletini hazırlayım, qoyum soyuducuya.
Ya makaronla, ya indi kartof qızartmasından nəsə axır bir şey tez tələs, tez bazar nəsə əlimə atanda kotlet rahat tapım deyə. Ona görə polfabrikat kimi qəşəng belə qızlar, onları əlavə etdim. Kartof idi, soğan idi, toyuq idi, bir də kök. Mən həmişə kökdən xoşum gəlir toyuq kotletində, dadlı olur. Yəni vurmayanlar varsa tövsiyə edirəm ki, vura bilərsiniz. Sonra qızlar belə paketi sərdim ki, pinqvin paketini ki, onun üzərinə qoyum ki, yapışmasın. Çünki toyuq kotleti biraz yapışqan olduğu üçün hər yerə yapışır. Ona görə adi əlimə belə yapışır. Tez-tez gedib əlimə yuyurdum, gəlirdim, elə edirdim. Burada da suxari unudur. O suxari unu da özüm hazırlamışam. Yəni çörəkdən hazırlamışam quru çörəkləri. İlk öncə doğrayıram, quruduram. Biraz bərk olan kimi onda ya qoz çəkən maşın var, aparat onunla, ya da ki ət çəkən maşından istəsəz, kim necə istəsə edə bilər. Çox rahatdır. Yəni kanalımda da var onun videosu. Hə, qızlar belə yumru-yumru şəkildə. Əslində çox adam kotleti uzunsov edir, amma mən xoşduram belə yumru. Sırf kefçi məhsullarına oxşuyur. Mənim də yoldaşım kefçilər, yəni yeməklərini xoşladığı üçün çalışıram o tip şeylər hazır edim ki, təki o yesin. Hə qızlar, bunları da belə əlimlə belə düzləşdirdim, yığdım birinci, sonra isə suxari ununa batırıb soyuducuya yerləşdirəcəm. Donduqdan sonra isə paketə qoyub elə qoyuram soyuducuya. Əlim atanda daha rahat olur ki, yəni götürüb bişirməyə. Birdən elə olur ki, qızlar, inanırsınız, dururam yuxudan, hə, onu gör, bunu gör, gözümü açıram ki, aha, saat 12-dir, bir işləyib, çatdıra bilmirəm. Amma məsəl üçün belə rahat qıraqda yeməyin olanda istər-istəməz rahat olursan ki, hə, yeməyin var, gedib oturub qoyub. Yəni qızarmağı çox vaxt alan bir şey deyil. Özdə temboldəki toyuq kotleti. Belə qızlar, yəni ki, gördüyünüz kimi bu qadınlar neçə yerə ayrılırlar. Biz yəni həqiqətən çox əziyyət çəkən xanımlarıq, çox əziyyət çəkirik. Yəni bizim özümüzə zaman ayırmağımız hələm-hələm vaxt olmur. Mən indi məsəl üçün tək, yəni ki, hələ ki, yəni heç nə yoxdur da, iş yox, gücü yox, uşaq yox. Hələ ki, ev işləri ilə yəni başıma qatıram. Hələ ki, yoldaşımı məsəl üçün idarə eləyirəm. Amma düşünürəm ki, bu bekar. Mən birdən məsəl üçün yatmayanda, etməyəndə, gecə yatanda falan mama mənə deyir ki, bu günlərin qədrini bil. Yəni bu günlərin qədrini o qədər axtaracaqsan ki, o qədər yəni fikirləşəcək, kaş o günüm olaydı, bekar olardım, yıxılıb yatardım. O cümlə mənə çatmır əslində hələ ki, nə yalan deyim. Çünki necə yəni uşaq məni hər dəqiqə yuxusuz mu qoyacaq? Yəni bu cümlə hələ mənə çatmır dəqiq qızlar, nə yalan deyim ki. Amma düşünürəm ki, təbii ki, hər kəs kimi mən də qalaram yuxusuz. Bəlkə mənim məsəl üçün övladım fərqli olacaq deyə düşünürəm. Bəlkə yatacaq, bəlkə elə uşaq var ki, yatır, elə uşaq var yatmır. Nəysə qızlar, yəni yaşayarıq, görərik, amma mənə çox belə məsləhətlər verirlər. İndi zaman gələr, vaxt gələr, əgər peşmançılığım olsa dilə gətirərəm bunu. Nəysə qızlar, xəmirim də acı şeydir. Təbii ki, siz burada qısa gördünüz, amma xəmirim də acıdır. Ondan sonra qızlar belə açıram bunu, xəmiri. O qədər yumşaqdır ki, rahat açılır. Yəni heç yormayacaq sizi. Hə, sonra belə yağlayıram. Yağ da ki, adi paçka yağdır, ya möcüzə, ya indi başqa kərə yağınız varsa. Mən möcüzə yağı da əritdim. Sonra belə yaxdım, yəni yaydım belə əlimlə. Mən xoşlamıram. Ay, neynəsə yay, neysə. Qızlar, mənə rahat, necə rahatdır elə də. Xoşum gəlmir. Görünüş xatirinə, çəkiliş xatirinə neysə orada fərqli eləyim. Yəni baxan belə baxacaq, bəyənən də belə bəyənəcək. Təbii ki, mənim izləyicilərim də çoxsu mənə səmimi olduğum üçün qəbul ediblər. Ona görə istəmirəm ki, səmimilikdən kənara çıxım. Belə qızlar, bunu belə birlikdə yaydım. Sonra isə belə kəsirəm uzun formada. Sonra belə əlimlə vururam onu. Ondan sonra belə gül forması kimi, yəni ki, qatlayıram. Çox rahat bir şeydir. Yəni həm rahatdır, həm praktikdir, həm də ki, yəni dadlıdır. Bulku sevən xanımlar üçün, yəni sırf bulku kimidir. Yəni bulkuya oxşuyur bir sözlə. Sadəcə olaraq fərqlidir adı. Türklər demiş, açma, onlar elə deyirlər deyə. Əslində qızlar, bunun üzərinə küncüt, bildiyimiz ya ağ küncüt, ya qara küncüt səpirlər. Sadəcə olaraq məndə olmadığı üçün evdə almışdıq, amma bitmişdi. Ona görə qızlar,
Yəni küncü də səpə bilərsiniz. Mən küncü də olmadığı üçün yumurtanın üzərisinə çəkdim. Ondan sonra isə şəkər tozunu əlimdən belə səpdim üzərinə. O da yaxşı oldu. Yəni elə də istəsəz eləyə bilərsiniz. Küncü də səpə bilərsiniz. Axır, yəni çox yaxşı çıxdı. Məsələn, yoldaşım da bəyəndi, mən özüm də məsəl üçün bəyəndim. Düzdür, şirniyyat sevmirəm, amma bunu çox şirin olmadığı üçün, bulku kimi olduğu üçün sadə bulku dadı verir. Ona görə yəni özüm də məsəl üçün yeyirəm ki, xoşum gəlir. Yumşaq bir şey, pambıq kimi olur da. Hə, dərəcəsini də qızlar, nə yalan deyim ki, oradakı kimidim, yox. Mən məsəl üçün 180 dərəcədə ya da 190 idi belə. 30 dəqiqə bişirdim. Çünki xəmir olduğu üçün biraz gec bişə bilər. İçi bişsin deyə. Üzəri qızarır, amma məsəl üçün içi bişmir. Ona görə vam xodda qoymaq lazımdır. Bir dəqiqəsində çox qoymaq lazımdır ki, həm üzəri bişsin, həm isə içi bişsin. Belə. Göndərək sobaya, bunlar bişsin. Mən də, təbii ki, siz burada qızlar qısa-qısa görürsünüz aralarını. Amma inanırsınız ki, bu nə qədər vaxt aparır. Yəni, çox vaxt aparan bir şeydir. Mən saat burada hələ 12 idi, neçə idi, hələ mən pişirirdim. Sonra da qızlar, belə gördüyünüz kimi dondu bu. Hələ tam donmayıb, düzdür, amma yerə də donub da. Çıxartdım ki, sizlərə göstərim. Belə çox rahat bir şeydir. Təbii ki, bunu çox xanımlar bilir, çox xanımlar da eləyir. Əsasda işləyən xanımlar üçün daha yaxşıdır. Yəni, işləyirsinizsə, vaxtınız yoxdursa, axşamdan belə hazırlayıb. Yəni, indi mən, məsəl üçün, 2 nəfər, 3 nəfər olduqsa, yəni az edirəm də, nə lazım, yəni çox etməyə. Ona görə az edirəm, yoxsa çox belə istəmirəm yığım ora. Amma təbii ki, yığıb belə soyuducuya qoya bilərik, yəni çox rahat bir şeydir. Qoy soyuducuya, ürəyin nə zaman istəsə, nə zaman nə fikirləşim deyə düşünsən, istəsəz yəni bişirə bilərsiniz. Mən hələ istəyirəm ki, bu aralar biraz şey eləyəm. Kartof, bildiyimiz kartof firi formasında o verirlər KFC-lərdə. Onun kimi doğrayım uzun-uzun, sonra yığım soyuducuya qalsın orada. Yəni donsun, elə də rahat olur. Adi satırlar paketlərdə. Sadəcə sonra düşünürəm ki, onsuz da gündəlik bişiririk də kartof qızartması, nəyə lazım deyə. İndi işləsəydim bəlkə də hə. Belə qızlar, hazırdır bu açmalarımız. O qədər gözəl görünürdü ki, rəngi falan. Yəni çox qəşəng çıxmışdı, həqiqətən bəyəndim. Əziyyətimə dəydi bir sözlə. Belə də əziyyətimə məsəl üçün dəyəndə, yəni yaxşı olanda o qədər sevinirəm ki, yəni baxma da o qədər əziyyət çəkirsən, niyə də pis çıxsın. Bir də ki, qızlar, sizə bir məsləhət verim. Çalışın ki, nə isə bişirəndə, istər şirniyyat olsun, istər yemək olsun, yəni nə isə bişirəndə çalışın ki, onu heç zaman reseptdən kənara çıxmayın. Orada nə yazılıbsa, inanın ki, bəzən mən öz yanımdan o qədər edirdim ki, məsəl üçün 250 yazırdılar, mən tökürdüm 300. Məsəl üçün 2 yumurtaydı, mən vururdum 3 yumurta. O yanlışdır. Ona görə çalışın, reseptdən nə uyğundursa, orada nə yazılıbsa onu edin. İnanın ki, o qədər yaxşı çıxır ki, elə eynən onun kimi çıxır. Yəni onu orada özlərindən qoymurlar ki, onlar da sınayırlar, o uyğun olur, onu da edirlər. Ona görə qızlar, yəni öz yanınızdan çalışın ki, əlavə etməyin. Nə var, onu da edin. Belə, gördüyünüz kimi yumşaq şəkildə çıxıb, içi də qəşəng bişib. Göz haqqınızda halal edin bu arada. Çox asan bir şeydir. Yəni resepti də az gedir. Yəni çox bir içinə, yəni çox belə bir şey, böyük şeylər getmir. Adi süd, un, şəkər, yəni normal şeylər. Belə, qızlar, sonra da yoldaşım mənə zəng elədi ki, düş aşağı, gedək şəhərə. Saat 1-də bizim şəhərdə nə işimiz var? Qızlar, bilmirəm. Mənim yoldaşım da tutanda tutur. Dedi ki, düş gedək, axşamdır, heç kim yoxdur. Xoşlayır ki, o heç kim olmasın, şəhərdə boşluq olsun, gedək bir yerdə gəzək. Getdik, çıxdıq biraz şəhəri maşınla, heç düşmədi yerə, çünki soyuq idi, mən istəmədim. Dedim, mən yorğunam, həm də halım yoxdur, kimdə aşağı düşən? Elə maşınla mahnını qoydu, getdik qızlar, şəhəri kurukladıq, gəldik. Biz o vaxtlar da elədik, yəni həmişə xoşlayırdıq ki, heç kim olmasın, şəhər boşluq olsun, maşınlar falan az olsun, yəni cəmaət olmasın şəhərdə, gedək özümüz üçün gəzək. Amma belə qızlar, burada səsimi sonlandırıram, sizlərlə sağollaşıram, özünüzə yaxşı baxın, növbəti vloqlarda görüşərik. Bura qədər izlədiyiniz üçün təşəkkürlər, hələlik.